Dikkat ekrana başladı indi. Show business'e farklı bakış var. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus layihəsində hər birinizi xoş gördük. Komandamız bu həftədə sizə çox özəl xəbərlər hazırlayıb. Gündəm olan açıqlamalar, ekskluziv xəbərlər və daha nələr. Bütün bunlardan xəbərdar olmaq istəyirsinizsə, gözünüz, diqqətiniz ARB kanalında olsun. Magazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə başladı. Verilişin sponsoru Tural Avtoservis 023. Bu şənbə Magazin Plus'ta səsküylü açıqlamalar və inanılmaz etiraflar. Nüşabə Ələsgərlinin ailəsində nə baş verir? Rızadan başqa sual tapsaralıq. Çox danışdı Rızadan. Faiq Ağayev hiddətləndi. Dediyi hər sözün kəsəri olan ulduz Yəqin dərdi içindədir. Zemfira Brent davasına çıxdı. Öz ailə tərbiyəsini nümayiş elətdirir. Xərçənglə mübarizə aparan məşhurun qəribə arzusu. Uşaq yox, meymun istəyirəm. Hər kəs danışacaq. Amma əvvəl siz eşidəcəksiniz. Birazdan Magazin Plus'ta. Tural Avtoservis 023 15 ildən çoxdur ki, sizin xidmətinizdədir. Tural Avtoservis 023-ün xidmətlərini sizə təqdim edirik. Avtomobillərin diaqnostika olunması, alqı-satqı zamanı ümumi KT olunması, mühərriklərin yığılması, sürətlər qutusunun təmiri, elektrik işləri, kondisionerə qaz və yağ vurulması, injektorların yuyulması, silindirlərin yoxlanılması, əyləc dirklərinin yoxlanılması və yonulması, alışma şamlarının yoxlanılması, beyin blok təmiri və proqramlaşdırılması. Müğənni Zemfira İbrahimovaya kim qadağa qoydu? İbrahimova kimlərə od püskürdü? Bu və daha böyük açıqlamalar Magazin Plus'ta. Zemfira İbrahimova od püskürdü. Öz ailə tərbiyəsini nümayiş elətdirir. Sənətçiyə hansı qadağa qoyuldu? Geyimimə biraz son vaxtlar qarışıq. Sərhədlərdən kənar çıxmıram. Zemfira İbrahimova estetik əməliyyat elədi. Neçə estetik əməliyyat? 4 dənə. Hələ var, yenə də olacaq. Zemfira İbrahimova övladlarından danışdı. Biz İbrahimi uşaqlıqdan sosial şəbəkələrdə mütəmadidə paylaşım edirik. Təbii ki, qız övladını paylaşmıram, amma oğul övladını paylaşıram. Mən ola düşünmürəm ki, məni qınayamırlar. Çünki bütün analar kimi mən də balalarıma sarılmışam və sarılıb rəqs eləmişəm. Düşünürəm ki, hər bir ananın etdiyi bir şey etmişəm. İfaçı, oğlu İbrahimin ona qoyduğu qadağalardan da söz saldı. Geyimimə biraz son vaxtlar qarışır, amma belə sənətimlə bağlı heç vaxt. Neçə yaş var? Artıq 16. Düşünmürsünüz ki, bir 18-19 yaş onda daha çox qarışır? Mən o birinci o şəraiti yaratmıram. İkinci də ki, oğlan uşağıdır. Təbii ki, biraz çılğınlığı ola bilər, qısqanclığı ola bilər, amma bu demək deyil, hər kəs öz ailə tərbiyəsini nümayiş elətdirir. Bizdə də yəqin ki, elə bir şeylər olmaz. O məni bilir ki, mən zaten lazım olan sərhədlərim var özüm üçün. O sərhədlərdən kənar çıxmıram. Zemfira İbrahimova estetik əməliyyat elədi. Yox, bu həmişə eləyirəm, amma bu il eləməmişəm vallahi. Eləsəm açıq-aşkar, yəni hər kəs bilir. Sosial şəbəkədə zaten paylaşım edirəm. Çoxmu estetik əməliyyatınız olub, yoxsa çox üstünlük vermisiniz? Yox, müəyyən dərəcə, çox deməzdim, müəyyən dərəcədə. Təxminən neçə estetik əməliyyatınız olub? 4 dənə. Çox deyil ki. Yox, düşünürəm, hələ var, yenə də olacaq. Dostum əsir külək şəhərdə, yamanlar xürür şəhərdə. Mənası yoxdur heç bir şeyin, çünki yoxdur ya bu yerdə, çünki yoxdur ya bu yerdə. Faiq Ağayev hövsələdən çıxdı. Show biznesin yaradıcılarından birisi mənəm. Xalq artistini dilə gətirən nə oldu? Saxta yollarla da o trendi əldə etmək olar.
O hansı həmkarına irad bildirdi? Yəqin dərd içindədir. Mən 37 ildir ki, dayanmıram. Sevilən müğənni Nərmin Kərimbəyova və bəstəkar müğənni Səfər Zaman bir araya gəldi. Ortaya isə çox möhtəşəm layihə çıxdı. Sözləri və musiqisi rəhmətli Rəhim Rəhimliyə aiddir və bu mahnı səhv etmirəmsə 2012-2013-cü illərdə ərsəyə gəlmişdi və bizim də Rəhim Rəhimli ilə tanışlıq və dostluğumuz həmin illərə təsadüf edir və bu mahnının yeri mənim üçün məndə bir xatirədir, xoşdur və təklif etdim ki, dedim əzizim, məncə bu mahnını hazırlayaq və Nərmin mahnını dinlədi ki, Səfər super. Əgər kiminsə sənətinə böyük hörmətim var, bu sənət dostuyuq ilk növbədə. Həm də bir insan kimi onun necə gözəl və ürəyi yumşaq insan olduğunu həm özüm bilirəm, görmüşəm. Digər insanlara da qarşı da. Həm o çalışdığı kanalda, o zamanda ki, o çalışırdı həmin kanalda, mənim ən gözəl mahnılarım səslənirdi. Təzə-təzə yazılırdı o mahnılar. Təzə mən tanınmağa başlayırdım və Rəhim Rəhimli məni bir tanımadığı bir xanım kimi, bir ifaçı xanım kimi davamlı olaraq efirə dəvət eləyirdi. Bütün klip saatlarında mahnılarım, kliplarım gedirdi. Bütün aparıcılara deyirdi, o xanımı dəvət eləyin. Yəni mənə uzaqdan uzağa çox gözəl münasibət bəsləyib və ona görə mən elə şeyləri unutmaram axı. İlk illərində insanın kim ona dəstək durursa, o həmişəlik, yəni unudulmaz bir andır. Ona görə də onun xatirəsi əzizdir. Kimin istedadı varsa, fərq etməz bəstəkar, müğənni, yazıcı, o hər zaman ona dəyər verib, stimul verib və dəstək olub. Mən də o dəstək olduğu insanlardan biriyəm. Dostumdur, çox sevirəm, can dostumdur. Dostum, doğma, əziz dost. Amma əlbəttə çox istəyirəm onu, çünki bilirsən, əvvəl də həmişə də istəmişəm, amma nəsə son illərdə lap doğmalaşdıq. Çünki zaman hər şey məncə yerindən qoyuruz. Bəli, çox adamlar oldu ətrafımızda, çox adamları yox elədik. Yola saldıq. Bilirsən, çox müxtəlif adamları yola saldıq, qaldıq belə tək. Baxırıq bir-birimizə deyirik. Məncə belə daha yaxşıdır, daha rahatdır. Yəni tək də qalmasaq, yəni elə tək qalmırıq. Ətrafımızda dostlarımız çoxdur, var olsunlar, yaxşı da ki onlar var. Ümumiyyətcə dostlarsız həyat çox mənasız və boş olar və darıxdırıcı olar. Dostluğu bacarmaq da asan bir şey deyil indiki zəmanədə. Nüşabə Ələsgərli niyə həyat yoldaşından danışmaqdan imtina etdi? Rızadan başqa sual tapsaraq. Əməkdar artistin ailəsində nələr yaşanır? Rızadan başqa sual tapsaraq. Onu özündən çıxaran nə oldu? Çox danışır Rızadan. Niyə? Əvvəlki illər daha çətin idi. Çünki bilirsiniz, bu sistemi Azərbaycanda tanıtmaq, yəni bilirsiniz, burada Azərbaycanda ilk türk meyxanə stilində restoranlar daha dəbdə idi və onun biz Azərbaycan versiyasını yaratdıq. İlk ideya bizim olub. Ondan sonra gözəl də qarşılandı, insanlar da razı qaldılar. Bu yeni bir sistem oldu. Bizdə əsas gecə saatlarını fəaliyyət göstərdiyinə görə, gecə restoran sayıldığına görə, yəni artıq hər kəs bilir ki, şəhərin hər harasından olsalar, kimin nə tədbiri olsa, nə ad günü, nə toyu olsa,
Çıxanda bilirlər ki, istirahət eləməyə gecə bir məkan var, Bay Fatih. Burada da şou proqram gecə başlayır. Kim bu gözündeki yabancı yaralar benim yüreğimden. O Bay Fatihin bugün 4 yaşı olur. Nə bilim, bundan da o yana Allah uzun eləsin. Əsas odur ki, o ad həmişə yaşansın, həmişə qalsın. Xeyirli olsun, maşallah. Action House da hər zaman bu Bay Fatihi mod salıb. İnşallah bu da uğurlu məkanlardan biri olar. Allah xeyirli eləsin. İnşallah başqa filiallar açılsın. Biz də gələk, əylənək. Bütün müştərilərə də deyirəm ki, gözəldir, həm də özəldir. Hər birinizi gözləyirik. Uğurlu olsun, axırıncı olsun. Xoş gəlib hər kəs. Action bəy də və dəyərli kollektivimizi də ürəkdən təbrik edirəm. Avtomobildə rubrikasına baxırsınız. Günel xanım, yaxşı qazanırsınız. Bəlkə göstərək bunları. Siz gündəlik bu qədər xərclik gəzdirirsiniz. Hə, davamlı maşınımda olmalıdır. Bir kosmetoloq olaraq, bir xanım olaraq bəylərə yaraşdırırsınız. Onu deməsək olar. Bir dəqiqə. Mən burada bir şəxsi gördüm. Nə məsələdir? O bəylərin heç biri Günel xanımı qucaqlamayır. Yaxında toy var. Vağzalı sədaları gəlir. Oğlumun həm dostu olmuşam, həm anası olmuşam. Həm atası olmuşam, həm qardaşı, həm bacısı. Ona görə də bütün o insanlar nə arzu edə bilər, hamısı mən ona arzu edirəm. Yəni Allah Taala hər kəsin evində toy düyün etsin. Hər kəsi Allah Taala xoşbəxt etsin və xoş anlar yaşasınlar. Çünki xoşbəxtlik bir andır da, o anı yaşasınlar. Bəy olmaq çox qəribə histir, həyəcanlıyam təbii ki. Mən hal-hazırda başıma gələn şeydən bütün subaylara arzu edirəm və ümid edirəm ki, hər kəs sevdiyi və seçdiyi insandan bir ömür belə xoşbəxt olar. Cahidə də, Nazəninə də xoşbəxt həyat arzu edirəm ki, onlar sadəcə xoşbəxt olsunlar və həmişə Sayqanın üzünü güldürsünlər. İnşallah ki, arzulayıram ki, nənə olasan. Biz sənə Sayqa nənə deyə müraciət edək. Allah xoşbəxt eləsin. Subaylar üçün olsun. Hər zaman elimizdə, obamızda xeyir işlər olsun. Bütün subaylar üçün olsun, sizin üçün olsun. Sayqa xanımı təbrik edirəm. Allah xoşbəxt eləsin. Faiq Ağayev hövsələdən çıxdı. Şou biznesin yaradıcılarından birisi mənəm. Xalq artistini dilə gətirən nə oldu? Saxta yollarla da o trendi əldə etmək olar. O hansı həmkarına irad bildirdi? Yəqin dərdi içindədir. Mən 37 ildir ki, dayanmıram. Başım ağrıyor, başım ağrıyor, başım ağrıyor, ağrıyor, ağrıyor. Gece olmuyor, sabah olmuyor. Gidiyorum ama aklım burada kalıyor. Ürək rahatlığıyla Rəhim bəy mahnılarını rahat oxuya bilirəm. Niyə? Çünki ailəsindən də icazə almışam, ailəsi də halallıq verir və düşünürəm ki, məndə çox gözəl alınır. Baxmayaraq ki, Rəhim bəy mahnılarını bir çox sənətçilər oxuyur, bir çox insançılar ifa ediblər, amma düşünürəm ki, məndə daha biraz qəşəng alınır. Belə deyil, bir layihəni təqdim etməmişdən qabaq öncə bir anons edirsən, fikirləri öyrənirsən. Əgər bir söz mən onu təqdim eləməzdim. Gördüm ki, Deyirlər ki, bəs özünü Rəhim-Rəhmiyə bənzədirsən. Bu deyimə razısam, yəni həqiqətən sən özünü Rəhim-Rəhmiyə bənzədirsən. Mən Rəhim-Rəhmiyə bənzətmirəm. Sadəcə olaraq necə deyim? Bizim səhnə ruhumuz, deyimimiz eyni olur sadəcə olaraq. Əgər bənzədirlərsə də o ən azından belə deyək, gözəl sənətkara bənzədirlər. Ən azından sənin
ən sevimli sənətkarlarından birinə bənzəyir. Bir də xoş mənim halıma. Maraqlıdır, çox maraqlıdır. Dedin ki, istəməyənlər var, düşmənlərin var. Sən nə yatdın, nə yuxu gördün ki, bu qədər düşmən qazandın Elvin? Mən sizə bir şey deyim. Mən həmişə bunu demişəm, hər zaman açıqlamamda demişəm ki, mənim ən böyük düşmənlərim mənim ən yaxın dostlarımdır. Ən yaxın dostlarım da, yəni belə də ən yaxın bildiklərim əslində demək ki, dost olmayıblar. Arası göstərdiniz. Hətta dırnaq arası dostlarım. Yəni bu sənətdə mənə dəstək olan da olmayıb, əlimdən tutan da olmayıb və mənə hətta bu sənətə gələndə məni yıxanlar daha çox oldu, nəinki dəstək olanlar. Böyük danışa bilmərəm, mən sənətdən danışa bilmərəm, sənət falan, yəni sənətkarların yanında ayıbdır, belə deyək də. Mən durub bugünkü gün sənət desəm, deyirlər ki, sən hansı, neynədin yəni bu sənətdə? Hə, daha professional şəkildə musiqi ilə məşğul oluram artıq və belə deyək, irəliləyən illərdə, irəliləyən zamanlarda rahat deyə bilərəm ki, mən bir ifaçı kimi artıq belə deyək də təkmilləşmişəm. Mən düşünürəm ki, müsahibəmizin bu yerində Elvin, bilmirəm nə dərəcədə təklifimi qəbul edərsən, məncə sən də mənə bu təkliflə razılaşarsan. Oxuduğun, bizim mərhum bir daha xatırladım, mərhum sənətkarımız Rəhim Rəhimli ifasında bir mahnı səsləndirmişsən. İstəyərdim ki, dedin ailəsindən halallıq almısan, düzdür? İstəyərdim bəlkə gedək elə mərhum sənətkarımızın qəbri üstünə bir özünlə də şəxsən orada dayanaq, bir halallıq alaq. Gidiyorum artık buralarda, tut beni sıkı sıkı bırakma. Ay Allah'ım neydi günahım, ay Allah'ım neydi günahım, ağlaya ağlaya sordum. Allah rəhmət eləsin, həqiqətən də dəyərli sənətkardır Rəhim Rəhimli və biz də söz verdiyimiz kimi Elvinlə birlikdə istədik ki, gələk Rəhim Rəhimlidən öz halallığını şəxsən elə burada alasın. Baxmayaraq ki, ailəsindən halallıq almışam, elə istədim ki, ruhundan da halallıq alım. Allah rəhmət eləsin, yeri cənnət olsun və əgər onun mahnılarını, bəstələrini yaşada bilirəmsə, nə xoş mənə. Allah rəhmət eləsin. Avtomobildə rubrikasına baxırsınız. Günel xanım, yaxşı qazanırsınız. Bəlkə göstərək bunları. Siz gündəlik bu qədər xərclik gəzdirirsiniz. Hə, davamlı maşınımda olmalıdır. Bir kosmetoloq olaraq, bir xanım olaraq bəylərə yaraşdırırsınız. Onu deməsək olar. Bir dəqiqə. Mən burada bir şəxsi gördüm. Nə məsələdir? O bəylərin heç biri Günel xanımı qucaqlamayır. Yaxında toy var. Vağzalı sədaları gəlir. Mağazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edəcək. Verilişin sponsoru Tural Avtoservis 023. Mağazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin sponsoru Tural Avtoservis 023. Avtomobildə rubrikasına baxırsınız. Günel xanım, yaxşı qazanırsınız. Bəlkə göstərək bunları. Siz gündəlik bu qədər xərclik gəzdirirsiniz. Hə, davamlı maşınımda olmalıdır. Bir kosmetoloq olaraq, bir xanım olaraq bəylərə yaraşdırırsınız. Onu deməsək olar. Bir dəqiqə. Mən burada bir şəxsi gördüm. Nə məsələdir? O bəylərin heç biri Günel xanımı qucaqlamayır. Yaxında toy var. Vağzalı sədaları gəlir. Yaxşı tanıdığınızı zənn etdiyiniz, amma heç də tanımadığınız bu məşhurdan danışacaq. Bu məşhur uşaq vaxtı xərçəng xəstəliyinə tutulur. Sevgisini anasına qurban verir. Uşaq yox, meymun saxlamaq arzusundadır. Bu məşhur xanım kimdir? Ekrana yaxın əyləşin.
Kasıblıqla böyüyən səsi olduğu üçün uşaq yaşlarından oxumağa başlayan, ailənin yükünü öz çiyinlərinə götürən Zeynəb Həsəni ət yemir. Bu onun uşaqlıqdan etdiyi əhdidir. Bu yaşına qədər ailə qurmayan, sevgisini anasına verən Zeynəb həbsdə olan bir adamı sevib. Onunla evlənmək istəyib. Lakin Zeynəbin anası bu izdivacı razı olmadığına görə Zeynəb heç bir söz demədən həmin adamdan ayrılıb. Onu çox sevdiyini və anasına görə uzaq durduğunu isə ilk dəfə efirdə elan edib. Həmin şəxs hazırda ailəlidir. Zeynəb süd vəzi xərçənginə görə əməliyyat keçirib. 2002-ci ildə Zeynəb bu xəstəliklə mübarizə aparıb. Bir müddət əvvəl Fəvvəralər meydanında əhilləşdirilmiş meymunun hücumuna məruz qalan müğənni Zeynəb meymunları çox sevdiyini deyib. Stat: Meymunları çox sevirəm, nə zaman qismət olarsa ən böyük arzum meymunumun olmasıdır. Özümə övlad yox, meymun arzulayıram. O vaxt Şəbnəmlə şəhərdə idik və sahibi ilə meymunu gördük. Çıxdı heyvan çiynimə, bir də gördüm ki, məni alnından dişlədi. Statın sonu. Nüşabə Ələsgərli niyə həyat yoldaşından danışmaqdan imtina etdi? Rızadan başqa sual tapsan Allah. Əməkdar artistin ailəsində nələr yaşanır? Rızadan başqa sual tapsan Allah. Onu özündən çıxaran nə oldu? Çox danışdı Rızadan. Niyə? Hər vaxtınız xeyir, Mağazin Pulsun daimi tamaşaçıları. Mən Əbdül İsayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftəki qonağımız çox məşhur bir xanımdır. Və əlbəttə ki, məşhurların da seçimi olan bir xanımdır. Qonağımız kosmetoloq Günel xanımdır. Yaxınlaşaq Günel xanıma. Günel xanım, xoş gördük. Necəsiz? Gördük, çox sağ olun. Necəsiz? Sağ olun, biz də yaxşıyıq, yaxşı olasınız. Belə ilk yaxınlaşan kimi gözümə nə dəydi? Maşında gözəl çiçəklər, maşında mişqalar. Amma bu haqda birazdan danışacağıq. İndi mən istəyirəm ki, tamaşaçılar təbii ki, sizi tanıyır. Maşallah, çox böyük bir izləyici kütləniz var, böyük səhifəniz var. Məşhurlar ən çox sizin yanınıza hansı prosedur üçün müraciət eləyirlər? Dolğu, botoks, inyeksiyon prosedurları üzrə. Mən kişiləri nəzərdə tuturam. Bəylərdən nəzərdə tutur. Onu deməsək olar. Məncə gəlin deyək, tamaşaçılarımız da bilsin ki, hansı məşhurlar, hansı prosedurlar üçün bəy məşhurlardan söhbət gedir. Sizə müraciət edir. Çəkmək, amma belə deyək də, yüngül vitaminlər deyək. Sizcə bir kosmetoloq olaraq, bir xanım olaraq bəylərə yaraşdırırsınız? Hər kəs cavan qalmaq istəyər əlbəttə ki, bəy, xanım fərqi yoxdur. Şərt o deyil biz ona hansısa estetik görüntü verək, sadəcə qocalmanın qarşısını alırıq. Çox gözəl danışırsınız. Amma mən sizdən bir icazə istəyəcəm, kiçik bir icazə. Valla mənim gözüm qalıb o kuklalarda və güldə. Bir kosmetoloqun pulları. Günel xanım, yaxşı qazanırsınız? Min şükür deyək. Bu pullar məşhurlardan gələn pullardır, yoxsa bu da o özəl şəxsdən gələn pul? Mən belə deyim də, fərqi yoxdur. Təbəqə seçmirəm mən. İstər varlı olsun, istər kasıb, hər kəsə xidmət. Üzr istəyirəm, xidmət eləyirik. Maşallah, xidmət də yaxşı xidmətdir. Bəlkə göstərək bunları? Artıq göstərdik. Gözə gələcəm. Qorxursunuz göz nəzəri? Qorxuram. Çünki tez götürürəm göz nəzəri. Gözə gəlməzsiz, böyük pul deyil mən. Böyük pul deyil də, yəni. Böyük pul deyil. Biraz da yəni. Hə? Gündəlik xərclik üçün. Siz gündəlik bu qədər xərclik gəzdirirsiniz? Hə, davamlı maşınımda olmalıdır. Maşallah, nə deyək? Kisənizə bərəkət.
Niyə çəkirsiniz siz onu? Bu tamaşaçılar da görsünlər. Nəzərə gəldi. Narahat olun, nəzərə gəlməzsiniz. Belə bir şey yoxdur. Yəni gündəlik istifadə etdiyim əşyalardır, geyimlərdir, bunlardır. Belə qeyri-adi bir şey yoxdur. Məncə bu pul qablarından sonra başqa nələrsə də çıxacaqdı. Bir dəqiqə icazə verin. Mən düşüm icazə verin. Xanım var, onun üçün göstərin. Xanımı göstərməliyik. Yaxşı, xanım. Mən burada, əziz tamaşaçılar, mən burada bir şəxsi gördüm. Buradan artıq qaçış yolu yoxdur. Tamaşaçılarımıza göstərək. Sadəcə dostluq da, belə deyək. Yox, o mövzulara hələ girməyin. İndi soruşacağam nədir? Məclisdən çəkilib sadəcə. Tural bəylə siz hardan? Dostluq sadəcə. Tural bəy mənim maşının davamlı servisidir. Əziz tamaşaçılar, görün burada servis, usta müştəri münasibəti var burada. Yox, belə şeylər yoxdur. Və tamaşaçılarımız da təbii ki, Tural bəyi tanıyır. Bizim verilişin də sponsorudur Mağazin Plusun. Tural bəylə münasibət. Dostluq sadəcə. Mən burada dostluq münasibəti görmədim. Dostluq sadəcə. Yəni tamaşaçılarımız da yaxşı baxsınlar. Tural bəy də burdadır. Aha. Mən istəyirəm ki, elə mövzunun bu yerində Tural bəyi dəvət eləyim. Verilişimizin sponsoru Tural bəy, xoş gördük. Necəsiz? Çox sağ olun. Görüşməmisiniz? Yox, indi görüşdük. Bayaqdan bu xanımı gözüm. Şəkil onu demir. Şəkildir də, Şəkildir də, məclisdən çəkilib toydur. Tural bəy. Bəli. Nə məsələdir? Görürsüz orada məndən başqa bəylər də var. Görün nə qədər adam var. Yox, o bəylərin heç biri Günel xanımı qucaqlamayıb. Orada hamımız qucaqlaşıb oturmuşuq. Ya mən bu münasibətin əsas səbəbini bilməmiş sizdən əl çəkəndə. Bizim müştərimizdir. Biz də müştəri olaraq tanışlıq olub, münasibət olub. Burada da dostluq, ortaq dostluğumuz yaranıb. Vallahi. Bütün müştərilərinə. Mən də sizin müştərinizəm. Sənin də dostluqlara. Mənlə belə şəkil çəkdirməmisən. Ya qosaqlaşaq bir dənə şəkil çəkdirək. Üçüncü mövzu bağlı. Dostluq yoldaşıq, sən bu şəkil burada nə vaxta qalıb? Yadımdan çıxıb qalıb burada. Allah köməyin olsun. Yox, qoma məğribət buradan baxacaq, onlardan söhbət eləyəcəyik. Onlara cavab verməyə bax. Mən artıq buradan bir məsələlərdən şübhələnməyə başladım. Mən düşünürəm ki, o hədiyyələr də Tural bəydən gəlibdi. Tural bəy etiraf elə. Valla xanımla dostluğumuz var deyənə hədiyyələr alıram xanım üçün. Xanım da bizim üçün. Bir yaxdan bunu deyin də, Yox, hədiyyələr alıram, amma hamısı mən deyil də. Ya hamısı o deyil də. Hədiyyədir prosto. Yəni oradakı hədiyyələr, 2 dənə hədiyyə var, məncə ikisi də sizdən gəlibdi. Maşından danışaq. Yox, maşından danışacağıq, hələ vaxtımız var. Bu şəkili mən bilməliyəm axı. Bil də şəkil. Sadəcə, yəni orada göstərməyin onları. Göstərmirəm. Görürsünüz, burada hamı bir-birini yəni səmimidir. Mən də şəkilimi göstərdim. Bax, burada nə var? Bu şəkildir, daha bir dənə şəkildir. Tural bəy, mövzunu başqa yerlərə aparmayaq. Gəlin. Elə ikiniz də burada ikən etiraf eləyək. Tamaşaçılarımız da bilsin. Elə şey yox. Dostluq, münasibətimiz var. Yaxında toy var. Yox, qardaş. Yox, elə şey yox. Yaxında toy var. Vağzalı sədaları gəlir. Qonmağrəbə bu videonu izləyir, yox. Elə bir şey yoxdur. Həqiqətən sadəcə dostluq. Orada da görürüz ki, hamı bir-birinə dostdur. Bir yerdə dostdur. məclislərdə tez-tez oluruq, kampaniyalarda tez-tez oluruq. Münasibətimiz var, ortaq dostlarımız çoxdur, iş adamları bir yerdə oluruq. Yəni amma yəni dostluqda, yəni xanım da olaraq xanıma belə də ki, hədiyyə jest olması bir xanımdır, mən də eləmişəm. Bəli. Əcəb eləmisiniz. Qardaşım, mən almışam, bir rahatlaşın. Bax gözəl etirafdır. Hə, üstədən mən elədim. Avtomobil bizim servisdə xidmət göstərilir bu maşında. A-dan Z-yə kimi də biz baxmışıq. Amma elə demək olar ki, bir neçə gün bundan əvvəl bizim servisdə çıxıb belə maşın köhnə maşınına qədər tez-tez xarab olur. Nə deyim? Başa düşmədim.
Başa düşmədim. Bizi dalaşdıracaqsın. Yox, Mən xarab danışdırmıram, mən heç nə demirəm, mən hələ qulaq asıram. Günel xanım nə məsələdir? Elə usta ilə baxmalı ki, maşın xarab olmamalı. Yox, razılaşmıram. Sizi çox yolda qoyur. Bəli. Yox, mən qoymamışam o yolda. Maşın Usta sizsiniz. Suralbək bu nə məsələdir? Qardaş, maşındır da garantisi kimi verə bilər ki, buna elektron maldır. Bəli, problem olub, yolda qalıb biz də həll eləmişik. İndi baxa bilərik ki, görən nə problem var. Ya sonuncu dəfə nə vaxt olmusunuz servisdə? Hardasa bir 24 saat bundan qabaq. Bir xeyli var. Mənə bir də görürsünüz ki, Günel xanım deyir ki, bunu 160 gedirdim deyir. Maşında nəsə problem var, ondan tərəfə getmədi. Deyirəm xanım ara 160 ara. Yəni bu Ona görə bir balaca diqqət eləməlidir. Qaydalarını yoxsunuz. Burada olmur da, pullu yolda olur da. Pullu yolda rayona filan gedəndə eləyir də. Siz niyə belə eləyirsiniz ki? Mən demədim ha, siz dediniz ki, sürət həddindən aşırsınız, məncə 160-lıq yol yoxdur. Siz bizə cərimə də ödətdirəcəksiniz. Yetər qədər cəriməmiz var, eləmir. Kim ödəyir cərimələri? Tural usta. Özüm. Mən almayan şey boynum alanmaram, öz ödəyir. Özüm, hər şeyi özüm edirəm. Bəli, hər şey öz eləyir. Maşallah olsun Qoça xanımdır, öz ayağınızda durmağı bacaran xanım. Deyim də, nə razmer oldu? Yox, deməyin ayıb. Demirəm. Deməyin ayıbdır. Hə, demədim ki. Göstərdiniz. Sadəcə göstərdim. Gəlin onu aç. Yox, onu açmayaq da orada qadın. Bax, onu açmayaq deyəndə mən daha da şübhələnirəm. Yox, bir şey yoxdur içində. Yaxşı da bir dənə baxın. Özüm baxın. Özü yoxdur. Kosmetikadır hamısı, kosmetika. Heç nə, maraqlı heç nə yoxdur. Baxın. Keçən verilişdə məşhurlar, boş şeylər də. Baxın. Bəs deyəcək. Necə? Bəs deyəcək heç nə yoxdur maşında. Bəs nə də qırmızılar? Dünən demişdim heç nə yoxdur, bu günlərim var. Mən heç nə eləmirəm. Mən dünənə cavab deyildim, bu günə yox. Yox, elə şey yox. Qaydasındadır bu. Demək olar ki, yüngül səhvlərdə bax demirəm də, narahat olmayın. Yəni öz oramızda. Nələrdir səhvlər? Detonasiya, vuruntu sensorundan şikayət eləyib. Yanacaq 95 premium vurulur, onu deyənmərəm. Bir balaca yanacaq sərfiyyatının artırılmasından, o da ki, injektor sistemləri falandır. Bir də təkərlərin havasının sensorundan şikayət eləyib, 4-ü də işləmir. O da ki, monitorda göstərici. Belə gedin, adi problemlər. Bəs deyirdiniz yoxdur, deyirdim problem var, deyirdiniz yoxdur. Belə dostluq olmur, siz mən. Dostluq deyir, düşmənliyə gedir. Səbəbkar da var. Səbəbkar da var. Mənlik deyil, mən heç nə deməmişəm. Qardaş, burada heç nə yoxdur, nə varsa da narahat olmayın, onu mən həll eləyəcəm. Tural usta hər şeyi öz boynuna götürür. Yanınızdadır. Bəli, hər zaman yanınızdadır. Gördüyümüz kimi şəkillərdə də gördüyümüz kimi hər zaman yanınızdadır. Dost dostun yanında olmalı da, pis gündə, yaxşı gündə. Gözəl bir dost qismət eləsin, yaxın bir insan qismət. Siz də belə ağız dolusu deyə bilərsiniz ki, mən də sizin yanınızdayım. Bilirəm, onun arzusu ilə deyirsiniz. Mənim Səbinə xanım kimi gözəl müdürüm var. O mənim ən böyük dostum odur. Bəli, mənim də dostumdur Səbinə xanım. Təkcə sizin dostunuz deyil. Mən sizə təşəkkür edirəm, Tural usta. Çox sağ ol, var ol. Səbinə xanıma başda olmaqla ayrıca təşəkkürümüzü bildiririk. Çox sevimli bir xanımımızdır bizim üçün, dostumuzdur, çörək kəsdiyimiz insandır. Təşəkkür edirəm Səbinə xanım. Biz də sizin yanınızdayıq hər zaman olaraq. İnşallah Allah uğurlarımızı bundan da bol etsin. Amin. Biz də sizə təşəkkür eləyirik ki, həm bir usta olaraq, dost olaraq, qardaş olaraq, həm də sponsor olaraq yanımızdasınız. Ona görə təşəkkür eləyirik sizə. Var ol. Mənim bir sözüm var. Gələn müştəri deyirəm, Allah sizi buradan əski eləməsin. Siz də deyə bilər, Allah sizi buradan əski eləməsin. Amin. Allah sizi buradan əski eləməsin. Sizin yanınıza hansı prosedurlar üçün gəlirlər, gəlsinlər? Dediyim kimi, yəni hər kəs istəyər ki, qocalmasın, baxımlı olsun, təravətli olsun, istər adi insanlar olsun, istər məşhurlar olsun, hər kəs yəni istəyir ki, baxımlı olsun. Biz də bacardığımız qədər, əlimizdən gəldiyi qədər hər kəsə gözəllik bəxş eləyirik. Bu qədər. Mən sizin səhifənizdə sizi izləmişəm. Bəli, çox böyük səhifəniz var, maşallah. Prosedurlarınız da göz önündədir təbii ki. Mən sizə... Bu arada üzr istəyirəm, mən kimisə əl işlərini götürüb oradan-buradan paylaşmıram. Hamısı real öz əl işlərimdir. Sizə də təşəkkür eləyirik. Çox sağ olun. Bugün qonağımız oldunuz. Var olun. Təşəkkür eləyirik. Təşəkkür eləyirəm. Hər şey əladır, hər şey superdir. Belə gözəl verilişimiz var. Sevirik sizi. Bu qədər. Çox sağ olun, təşəkkür edirik. Avtomobildə gələn həftə kim olacaq, hansı məşhur olacaq, onu Mağazin Plusu izləyərək görərsiniz.
Faiq Ağayev hövsələdən çıxdı. Show biznesin yaradıcılarından birisi mənəm. Xalq artistini dilə gətirən nə oldu? Saxta yollarla da o trendi əldə etmək olar. O hansı həmkarına irad bildirdi? Yəqin dərd içindədir. Mən 37 ildir ki dayanmıram. Əməkdar artist Nüşabə Ələsgərlinin ailəsində nələr baş verir? O hansı sualı cavabsız qoydu? Bütün bunlar Maqazin Plus'da. Nüşabə Ələsgərli niyə həyat yoldaşından danışmaqdan imtina etdi? Rızadan başqa sual tapsan Allah. Əməkdar artistin ailəsində nələr yaşanır? Rızadan başqa sual tapsan Allah. Onu özündən çıxaran nə oldu? Çox danışdı Rızadan. Niyə? Maqazin Plus'un kameraları bu dəfə şəhərin məşhur məkanlarından birinin önündə əməkdar artist Nüşabə Ələsgərliyə tuş gəldi. Toya həyat yoldaşı ilə gəlib, həmkarlarına göz dağı verən sənətçinin hər bir addımını qeydə aldı. Yox, o mənə düşürdü, getdi. Bayaq da buradaydı, sizi gözləyirdi. Mənim yarım saatlıq məclisim var idi. Gəldi, mənə götürdü, apardı, getdim, oxudum, gəldi, yenidən qaytardı, getdi. Bütün məclislərdə belə olur, yoxsa? Yox, bəzi məclislərə ailəvi gedirik, bəzilərini belə tək. Yox, yəni özü aparır bütün məclislər sizin proqramlarınıza. Bəli. Neymiş belə normalda sənət adamları ilə işləmirlər, əlavə işçiləri olur, özləri sürücüləri olur. Baxır, sürücü də var, prodüserim də maşını var, köməkçilərim də var, hamısı maşını var, amma çox Rıza ilə gedirəm. Qısqanır deyə belə aparır. Yox, bizim qısqanan vaxtımız deyil. Niyə? Yoxdur. Yaşlan deyil ki. O düz deyirsiniz, o yaşdan deyil. Nə bilim, nə mən onu qısqaram, nə də o mənim. Biz bunu özü gətirir, gözləyir, orada bayaq gözləyirdi. Yəqin ki, birazdan yenə gələcək. O gəlməyəcək, mənə dostlarım aparacaqlar. Rızadan başqa sual tapsan Allah. Çox danışdı Rızadan. Niyə, nə olur ki? Toy tələsirəm. Sağ olun. Sağ olun. Xalq artisti Faiq Ağayev kimlərə irad tutdu? Saxta trend mahnılardan söz salıb, bəzi həmkarlarına mesaj göndərməyi də unutmadı. Faiq Ağayev hövsələdən çıxdı. Show biznesin yaradıcılarından birisi mənəm. Xalq artistini dilə gətirən nə oldu? Saxta yollarla da o trendi əldə etmək olar. O hansı həmkarına irad bildirdi? Yəqin dərd içindədir. Mən 37 ildir ki dayanmıram. Nə yaxşı ki varsan, ətirli baharımsan, sənlə bitövəm mən, çünki yarımsan. Musiqi eşqi ilə yanıb tutuşan, illərdir ki sənət tarlasında külünk çalan xalq artisti səhnəmizin qızıl şlageri dayanmadan yeni layihələr üzərində çalışdığını bildirir. Mən 37 ildir ki dayanmıram. Dayananı nə kainat sevir, nə təbiət, nə tamaşaçı, nə də ki show biznes. Show biznes qüsuru var. Hə, yəqin ki. Sənətçi şou sakinlərinə yerlərini göstərdi. İş ondadır ki, show biznesin yaradıcılarından birisi mənəm. Ona görə mən burada da olmalıyam. Və mən bir dəfə hansısa həmkarınız soruşdu ki, nə vaxta kimi oxuyacaqsınız, nə vaxta kimi sənətdə olacaqsınız. Söylədim ki, bu sfera mənə maraqlı olana qədər mənə maraqlıdır. Mənə yeni mahnılar maraqlıdır, yeni kliplər maraqlıdır, yeni tədbirlər maraqlıdır. Ona görə dayanmaq yoxdur.
saxta trendlərdən söz salıb, təmiz sevgini əsas gətirdi. YouTube-un da yaradıcıları axmaq insan deyirlər, başa düşürlər ki, o saxta yollarla da o trendi əldə etmək olar, ona görə ləğv elədi. Bəs o trenddə olanlar, hər hansı trendə düşənlər nə fikirləşirsiniz? Yəqin dərdi içindədir, bilmirəm. Təbii ki, sevənləri olacaq, istənilən mahnının sevənləri olacaq. Çünki insanlar da müxtəlifdir. Maqazin Plus komandasından bu həftədə çatdıracaqlarımız bu qədər. Maqazin Plus Tural Avtoservis 023-ün sponsorluğu ilə sona çatdı. Bu həftəlik sona çatdı. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Verilişin sponsoru Tural Avtoservis 023. Haberiniz olsun olup bitenden. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var.